Psixoloji dəstəyi üçün daha çox süni intellekt botlarına müraciət edilir. Son illərdə psixoloji dəstəyə ehtiyac duyan insanların sayı artdıqca, süni intellekt əsaslı chat botlara müraciət edənlərin də sayı yüksəkdir. Mütəxəssislərin fikrincə bir çox insan emosional çətinliklər, stress, tənhalıq və gündəlik problemlərlə bağlı söhbət etmək üçün süni intellekt platformalarından istifadə edir. Araşdırmalar göstərib ki, istifadəçilər bu xidmətləri anonimlik, əlçatanlıq və 24 saat aktiv olması səbəbindən seçir. Süni intellekt botları insanlara hisslərini ifadə etməyə, düşüncələrini nizamlamağa və stresslə mübarizə yollarını araşdırmağa kömək edir. Bundan əlavə ekspertlər xəbərdarlıq edir ki, süni intellekt peşəkar psixoloq və ya psixiatrın əvəzini vermir. Xüsusilə depressiya, təşviş pozuntuları, travma və ya intihar düşüncələri kimi ciddi hallarda mütəxəssis yardımı vacibdir.